Salam, axşamınız xeyirli olsun, hörmətli iştirakçılar. Bugün sizinlə yeni bir təlimdə yenidən birlikdəyik. Bugünkü təlimimizin mövzusu səssiz lider, emosional zəka, uğura gedən yol. Təlimçimiz Sumqayıt Dövlət Universitetinin Tarix Coğrafiya Fakültəsi üzrə təhsil alan 3-cü kurs tələbəsi Həsənova Fatimə. Fatimə xanım, xoş gəlmisiniz. Xoş gördük Leyla xanım. Hər kəsi salamlayıram. Dəyərli müəllimlərimiz, dəyərli təlim iştirakçıları. Axşamınız xeyirli olsun. Sizi burada görməkdən çox məmnun hissi duydum, məmnuniyyət oldum. Başlaya bilərik məncə təlimə. Mən slaytı paylaşım o zaman. Buyurun. Aha. Deməli, bugün mən sizinlə səssiz lider, emosional zəka ilə uğura gedən yol haqqında danışacağam. Əvvəlcə onu deyim ki, niyə görə bu mövzunu seçdim? Mən özüm tarix müəllimliyi ixtisasında təhsil alsam da, mənim daha çox maraqlandığım sahələrdən biri də psixologiya sahəsidir. Belə deyim, hobbilərimdən birinə çevrilib artıq. Çünki özüm də çox yaxşı bilirəm ki, müəllimlik sahəsində inkişaf etmək üçün eyni zamanda şagirdlərin və yaxud da tələbələrin, eyni zamanda növbəti, yəni insanların da psixologiyasını bilmək vacibdir. Yəni ən azından bədən dilini bilmək önəmlidir. Ona görə də mən bugün emosional zəka ilə uğura gedən yol haqqında danışacağam sizlə. Və bu maraq məndə o qədər yüksək bir şəkildə inkişaf etməyə başladı ki, mən artıq bu barədə məqalələr yazdım. Ondan çox beynəlxalq və respublika üzrə təlimlərə də qoşulmuşam eyni zamanda. Yəni deyə bilərsiniz ki, ixtisasım tarixdir. Niyə görə bu sahədə daha çox maraqlanıram? Ona görə deyirəm, daha çox maraq obyektimə çevrilmişdi. İndi gərək təlimin əsas mövzusuna. Biz bugün sizinlə emosional zəka və intellektual zəka, yəni EQ və IQ haqqında və onların bir-birinin fərqi haqqında danışacağıq və beynimizdə bir oğru yaşayır, bu oğru haqqında danışacağıq. Emosional zəkamızı necə idarə edə bilərik, insanlarla necə ünsiyyət quraq ki, onlar bizi həm anlasınlar, həm başa düşsünlər. Yəni bu barədə danışacağıq və müəllimlik sahəsində müəllim üçün emosional zəka niyə vacibdir, niyə lazımdır? Eyni zamanda günümüzün qlobal problemlərindən birinə çevrilən, mən qlobal deyərdim, bu da manipulyasiyadır ki, manipulyasiyanın təsirindən necə azad ola bilərik və necə düşməyə bilərik, bu barədə danışacaq. Zəhmət olmasa Leyla xanım çevirək. Deməli, əvvəlcə onu qeyd edim ki, emosional zəka nədir? Emosional zəka bizim qarşı tərəfin əvvəlcə özümüzün, öz düşüncələrimizin, öz fikirlərimizi anlayıb onları nəzarət etmək, daha sonra qarşı tərəfin düşüncəsini, fikirlərini anlayıb məqsədəuyğun şəkildə ondan istifadə etmək. Məqsədəuyğun şəkildə deyən zaman bunu müsbət yönümlü, yəni pozitiv yönümlü düşünmək lazımdır təbii olaraq. Onu artıq biz həmin insanı, yəni qarşımızdakı insanın psixologiyasına uyğun davranaraq hərəkət etmək deməkdir. Mən əvvəlcə dedim ki, səssiz lider niyə görə deyirəm? Biz bilirik ki, məsələn, bir işə qəbul zamanı və yaxud da universitetə adi qəbul zamanı imtahan ballarımız olur, işə qəbul zamanı CV-lər tələb edirlər bizdən. Bu tamam, bu ayrı bir şey. Bu artıq bizim intellektual zəkamızın ölçülməsinə aid olan sənədlərdir, statistik göstəricilərdir. Amma biz insanlarla kommunikasiya bacarıqlarımızı inkişaf etdirmək istəyiriksə, onlarla ünsiyyətdə olmaq istəyiriksə, təşəbbüskarlıq bacarığımızı inkişaf etdirmək istəyiriksə, bu zaman bizdə emosional zəka vacibdir. Xüsusilə də müəllimlik sahəsində daha çox vacibdir. Məsələn, biz lider deyən zaman kimləri görürük və kimləri nəzərdə tuturuq lider deyən zaman? Lider bizə görə başqalarından fərqli, yəni digərlərinin rəhbəri kimi. Məsələn, texniki bacarıqları fərqli ola bilər və yaxud da texniki bacarıqları digərlərindən daha yüksək ola bilər və yaxud da kommunikasiya bacarıqlarını deyək, idarə etmə bacarığı, ələ almaq bacarığı daha yüksəkdir deyə onu biz rəhbər, lider deyirik. Amma lider həm də eyni zamanda
bir qrupu əldə tutmağı bacaran və onları idarə etməyə, onlara nəzarət edən bir şəxsdir və bu nəzarət eyni zamanda beyinlərin nəzarəti deməkdir. Yəni bir insanın düşüncəsini, onun təfəkkürünü idarə edən şəxs həm də onun daha, yəni digərlərindən fərqli olaraq lider hesab edilir. Belə düşünürük. Amma Amerikalı bir psixoloq və jurnalist var ki, 1980-ci ildə emosional intellekt nəzəriyyəsini irəli sürmüşdü və onun düşüncəsinə görə emosional zəka intellektual zəkadan, yəni IQ səviyyəmizdən, yəni IQ səviyyəmiz deyən zaman məntiqi təfəkkürümüzü ölçən göstəricidir bu eyni zamanda, ondan daha yüksəkdədir. Bu necə başa düşülür? Bu həmin şəxs Daniel Goleman'dır. Daniel Goleman'a görə, onun bir çox kitabları da var, eyni zamanda emosional zəka ilə bağlı. Ona görə bir insanın deməli düşüncə tərzini, yəni ümumiyyətlə onun beyni 85% emosional zəkadan, 15% isə intellektual zəkadan təşkil olunmuşdur. Və mən sizə bir maraqlı bir məlumat da deyim. Beynimizdə ümumiyyətlə araşdırmalara görə beynimizdə qəbul olunan saniyədə 11 milyondan çox məlumat qəbul olunur. Amma biz bu 11 milyondan çox məlumatı istifadə edirikmi və yaxud da ondan əlaqə qururuqmu? Təbii olaraq xeyr. Biz sadəcə olaraq onun 40-50-sini, maksimum 60-ı ilə əlaqə qururuq. Və o yerdə qalanı artıq bizim hisslərimiz idarə edir. Yəni bu statistikanı sizə ona görə nəzərinizə çatdırmaq istədim ki, emosional zəka həyatımızda və hisslərimizdə ona görə bu qədər vacibdir və ona görə bu qədər mühüm rol oynayır. İndi gələk əsas məsələyə, beynimizdəki oğruya. Beynimizdəki oğru nədir? Zəhmət olmasa Leyla xanım bir vərəq daha çevirərdiniz. Aha, bir vərəq daha. Beynimizdəki oğru nədir? Baxın, burada görürük ki, mən burada insan beyninin anatomiyası ümumiyyətlə haqqında danışmaq istəmirəm. O barədə deyil, psixoloji yönümlü daha çox yanaşmaq istəyirəm bu mövzuya. Burada mavi rənglə işarələnən amigdaladır. Beynimizdəki bir oğrudur. Necə ki, daha çox görürük də, məsələn, həyatda da görürük də, oğru olur, bir də ev sahibi olur. Mən indi onu sizinlə izah edəcəm. Bir də qırmızı rəngdə göstərilən isə prefrontal korteksli, yəni bizim məntiqi təfəkkürümüzdür. Bu bizim beynimizdə, hər bir insanın beynində həm məntiqi təfəkkürü var, həm də onun hisslərini oğurlayan bir, belə deyim, bioloji bir silah var. Bu amigdala nədir? Amigdala bizim qorxu olan zaman, qorxan zaman, təşviş, daha sonra stressdə, əsəb, gərgin olan zaman bizi idarə edən, həmin o emosional reaksiyanımızı idarə edən bir badam formasında bir hissədir, beynimizdə yerləşir. Və biz çalışmalıyıq ki, o bizi idarə etməsin, biz onu idarə edək. Yəni, vay o halımıza ki, amigdala bizi idarə edir. Bu zaman biz nə etməliyik? O zaman bizim bir neçə metodlar var, psixoloji yönümlü metodlar var. Mən onları sizə təqdim etmək istəyirəm. Çox maraqlı metodlardır. Bunlardan biri hissi etiketləmək metodudur. Hissi etiketləmək, zəhmət olmasa Leyla xanım, hissi etiketləmək metodu nədir? Məsələn, bir hadisə baş verən zaman, məsələn, qarşımdakı bir insan çox əsəbidir, çox gərgindir və o mənə də acıqlı və aqressiv bir reaksiya verir. Mən bunu qəbul etməliyəm və yaxud da qorxu keçirən zaman, təşvişdə olan zaman, əsəb, gərgin, yalnız mənfi, yəni neqativ hisslər deyil. Eyni zamanda müsbət yönümlü də. Məsələn, sevincli olan zaman, xoşbəxt olan zaman, bunları hiss edən zaman biz ona ad qoymalıyıq. Yəni hissimizi etiketləməliyik. Ad qoyan zaman nə edirik? Məsələn, belə deyim də, qarşımızda bir hadisə baş verib, mən onu nümunə ilə sizə izah edim. Məsələn, biz evə yorğun gəlirik. Məsələn, gündəlik həyatdan bir nümunə deyirəm. Evə yorğun gəlirik və bizim daha çox istifadə etdiyimiz sosial şəbəkələrdən biri WhatsApp-dır da, yəni gündəlik daha çox əlaqədə oluruq. WhatsApp-da bir dostumuz bizə yazır ki, bizə məsələn qeyd edir ki, hansısa bir sərt və yaxud da bizə aid olmayan bir ifadə haqsız bir şəkildə bizə mesaj göndərir. Biz ona baxan zaman nə edirik? Biz ona baxan zaman hirslənirik təbii olaraq. Beynimizin amigdalası fəaliyyətə başlayır. Yəni o həmin dediyim emosional reaksiyanı idarə edən, həmin o badam formasında olan hissəcik fəaliyyətə başlayır.
Bu zaman biz nə etməliyik? Bu zaman biz çalışmalıyıq ki, o bizi idarə etməsin. Biz həmin an nə edə bilərik? Beynimizdə artıq qırmızı işıqlar yanır. Klaviaturada barmaqlarımız rəqs eləyir, çünki biz ona artıq reaksiya veririk, cavab yazmalıyıq. Bu zaman artıq dayanmalıyıq. Hissimizi etiketləməliyik, ad qoymalıyıq və keçirik növbəti metoda, 6 saniyəlik metoduna və 6 saniyəlik metodunda nədir? Bizim həmin o məsələ baş verən zaman, həmin o məsələn qorxudur, təşvişdir və yaxud da nəsə hansısa bir emosional bir reaksiyaya düşən zaman, bu zaman biz nə edirik? 6 saniyə metodundan istifadə edirik. 6 saniyə metodu amigdalaya bioloji bir atəşkəs verir. Yəni onu yuxudan oyatmır. Deyir ki, sən yat, mən özüm idarə edəcəm beyni. Həmin o idarə edən isə prefrontal korteks, yəni məntiqi təfəkkürə əsaslanır. İndi mən onu həmin o nümunənin ardınca davam edəcəm sizə daha yaxşı anlayasınız deyə. Deməli, biz almışdıq həmin o mesajı göndərmək məsələsinə. Mesajı yazdıq, hazır saxladıq, çox hirsliyik, çox gərginik. Çünki bizə çox sərt bir şəkildə bizə məsələn həmin anda aid olmayan bir mesaj göndərilib. Bu zaman nə baş verir? Mesajı göndərən zaman biz 6 saniyə müddətində dayanmalıyıq. Bu yalnız mesaja aid deyil, eyni zamanda cavab reaksiyası verən zaman, məsələn qarşı tərəfdən əlaqədə ünsiyyətdə olan zaman. Biz 6 saniyə dayanmalıyıq. Burada birinci saniyədə bizim ürəyimiz döyünür. Biz heç bir şey fikirləşmirik. Çünki bizi artıq beynimiz oğurlanıb. Amma ilk 3 saniyədə artıq bizdə yavaş-yavaş dərin nəfəs almalıyıq və 6-cı saniyədə bizdə məntiqi təfəkkür inkişaf edir. Aha, artıq beynimiz yerinə gəldi. Beynimiz yerinə gələndə nə edirik biz? Bizdə məntiqi təfəkkür, prefrontal korteks işə düşür və biz nə edirik? Fikirləşirik. Ola bilsin ki, həmin vaxtı başı ağrıyır da. Məsəl üçün, məntiqi bir fikir də olmaya bilər, amma ən azından fikirləşirik həmin vaxtda. Ola bilsin ki, onun mənə səhv göndərib həmin mesajı. Yəni o da ola bilər ki, mən buna cavab yazsam həmin şəxsə, münaqişə yarana bilər, düşüncəmiz bir-biri ilə üst-üstə düşməyə bilər. Artıq bizdə amigdala beynimizi oğurlamadı. Artıq prefrontal korteks öz tərkib hissəsinə gəldi. Bunu mən sizlə eyni zamanda tarixi bir nümunə ilə də izah etmək istəyirəm. Mən onu da qeyd edim ki, bəzi nümunələrimdə tarix sahəsinə də önəm verəcəm. Çünki öz sahəmdən də çıxmaq istəmirəm bir tərəfdən. Bir tərəfdən də psixoloji yönümlü, yəni tarixi, psixi bir hadisəni sizin nəzərinizə çatdırmaq istəyirəm. Napoleon da vaxtında bu 6 saniyəlik səhvə görə bir döyüşdə məğlub olmuşdu. Mən indi onu sizlə bölüşmək istəyirəm. Deməli, Lev Tolstoyun bir Hərb və Sülh romanı var, bəlkə də oxuyan var. 3-cü cildinin 1-ci hissəsində Napoleonun yürüşləri haqqında deyil, onun yürüşlərinin tarixi, psixoloji bir təhlili haqqında Tolstoy orada təhlil edir. Ümumiyyətlə bilirik ki, Napoleon dahi olsa da, imperator olsa da, amma eyni zamanda tez əsəbləşən, tez doşan bir şəxsiyyət olub. Yəni bunu tarix də yazır. Deməli, həmin vaxtı söhbət 1812-ci ildən gedir. Borodino döyüşünə gedən yolda Vilnius yaxınlığında baş verir. Bu döyüşdən qabaq bir görüş baş verir. Rusiya imperiyasının çarı 1-ci Aleksandr Napoleonun yenidən sülh bağlamaq təklifi ilə bağlı yanına Balaşovu göndərir, onun elçisini. Və o elçini göndərən zaman mən əvvəl hadisəni izah edəcəm, daha sonra psixoloji cəhətdən onu təhlil edəcəyik. Deməli, Napoleon həmin Balaşovu, Rus elçisini öz sarayında deyil, 1-ci Aleksandrın bir neçə gün əvvəl tərk etdiyi sarayda qarşılayır. Daha sonra Balaşovla Napoleon arasında gedən söhbətdə bəzi məsələlər ortaya çıxır. Yəni Napoleon bəzi məsələn gah mehriban danışır, gah qəzəbli danışır, gah 1-ci Aleksandrın arxasınca danışır ki, mən əslində sülh istəyirdim, amma mənə məcbur bir şəkildə qoyur müharibə etməyə. Gah Rus generallarının arxasınca danışır ki, onlar çox zəifdilər. Sən niyə görə orada komandanlıq edirsən və yaxud da sən niyə görə oranın elçisisən? Yəni belə-belə ifadələr işlədir, cümlələr işlədir. Ən sonda isə Balaşova sual verir ki, Moskvaya gedən yol haqqında mənə məlumat verə bilərsənmi? Hansı yolla gedə bilərəm? Bu zaman o isə öz təmkinliyini saxlayaraq deyir ki, Fransaya gedən yol çoxdur. Yəni bəzən deyirlər ki, Fransaya gedən yol Romadan da keçir. Amma Moskvaya gedən yol
Yəni daha doğrusu Fransaya gedən yol Romadan keçir, amma Moskvaya gedən yol bir neçə yollardır. Hər kəs öz istəyinə uyğun o yolu seçir. Məsələn, 2-ci Karl Poltava döyüşündə də öz yolunu seçmişdi. Aha, artıq burada Napoleon dayanır. Və mən indi təhlil edirəm. Daha sonra deyəcəm Napoleon niyə dayanır. Əvvəlcə onu deyim ki, birinci, Napoleon burada 3 manipulyasiya texnikasından istifadə etmişdi. Bunlardan birincisi statusla əzmə texnikasıdır. Napoleon birinci xatırladısa əvvəl danışanda Balışovu qarşılayır birinci Aleksandrın bir neçə gün əvvəl tərk etdiyi sarayda. Öz sarayında deyil. Burada bir mesaj çatdırmaq istəyir, statusla əzmə. Yəni bu taktikadan istifadə edir ki, sənin bir neçə gün əvvəl tərk etdiyin, yəni çarının və yaxud da çarının ümumiyyətlə tərk etdiyi sarayda mən səni qarşılayıram. Mən artıq oranın hakimiyəm. Bu bir manipulyasiya yöntəmidir. İkinci manipulyasiya yöntəmi. Balışovla söhbət edən zaman emosional yerləncə texnikasından, taktikasından istifadə edir. İsti-soyuq münasibəti. Gah mehriban danışır, gah da məsələn qəzəbli danışır. Bir tərəfdən də diqqəti yayındırır. Balışovun diqqətini yayındırır ki, sən niyə görə Rus elçisisən? Onlar zəifdirlər, onların ordusu zəifdir, onlar onsuz da məğlub olacaqlar. Üçüncüdə isə manipulyasiya artıq əlinə hazır keçmişkən, artıq Balışov dayanır və ona əks manipulyasiya yöntəmi verir. Bu zaman nə baş verir? Həmin o dialoqda yadınıza düşdüsə mən danışan zaman, həmin o dialoqda deyir ki, 2-ci Karl Poltava yolunu seçmişdi. Söhbət 1709-cu ildə Şimal müharibəsində 2-ci Karlın Poltava döyüşündə məğlubiyyətindən gedir. Yəni burada Balışov Napoleona çatdırmaq istəyir ki, siz hansı yolu seçirsiniz seçin, istəyir Poltava yolunu seçin, istəyir hansı yolu seçirsə seçin, onsuz da Rusiyaya məğlub olacaqsınız. Burada Napoleon əslində 6 saniyə dayanmalıydı. Çox təəssüflər olsun ki, dayanmır. Həmin o 6 saniyəlik gözləsəydi, o düşünərdi ki, bu mənə qarşı bir provokasiyadır və mən burada dayanmalıyam. Məni əzməyə çalışır, mənim ordumu intihara doğru yönləndirməyə çalışır. Amma Napoleon burada dayanmır, manipulyasiya təsiri altına düşür və nəticədə nə baş verir? 600 minlik qoşunla gedir və 30 minlik qoşunla geri qayıdır. Söhbət Borodino döyüşündən deyil, Vilnius yaxınlığında gedən döyüşdən gedir. Qısa bir müddətdə Moskvanı ələ keçirsə də, sonra deməli ordu azlığından eyni zamanda geri qayıtmış olur, geri çəkilir. Mən bunu sizə çatdırmaqda əsas məqsədim odur ki, yəni emosional zəka görün insanların tarixində, nəinki insanların, dövlətlərin tarixində belə mühüm bir rol oynayıb. Halbuki həmin vaxtı indi deyə bilərsiniz ki, emosional zəka yeni bir termindir. Xeyr, emosional zəkanı 4000 il bundan əvvəl Platon bir cümlə ilə ifadə etmişdi. Hər tip öyrənmənin bir emosional təməli vardır. Bu nə deməkdir? Yəni Platon demək istəyir ki, hər bir işi öyrənən zaman onu sevərək öyrənmək lazımdır. Öyrənmək ruhun işidir. Məsələn, bizə bugün dərs verilir, universitetdə təhsil alırıq, dərs verilir. Bizə 2 dərs verirlər, 2 seminarda məsələn dərsdir. Bir dərsdə daha çox elmi məlumatlar varsa, mən onu oxuyan zaman heç bir şey başa düşmürəmsə, məndə bir tərəfdən stressi yaradacaq. Mən bunu niyə öyrənə bilmirəm? Bir tərəfdən də maraqsızlıq yaradacaq həmin dərsə qarşı. Amma bir dərsdə əgər nümunələr daha çoxdursa, faktlar daha çoxsa, faktlar daha təhlilli şəkildə izah edilirsə, o zaman o mənim diqqətimi daha çox cəlb edəcək və stresim də azalacaq, maraqsızlıq da aşağı düşəcək. Platonun demək istədiyi bu idi. Və buna aid də eyni zamanda deməli tədqiqatlar aparılıb. Deməli çox maraqlı bir tədqiqat aparılıb ki, 2020-ci ildə Harvard Dövlət Səhiyyə Məktəbinin bir tədqiqatı var. Deməli depressiya ilə, yəni ürək xəstəliyi ilə depressiyanı bir müqayisə ediblər və görüblər ki, depressiya ürək xəstəliyindən daha çox depressiyaya daha çox məruz qalır insanlar. Bu da nəyə görə olur? İşə davamiyyətsizlikdən. Amma Azərbaycanda bunu nümunə ediblər. 18-25 yaşlı gənclər arasında sosial şəbəkələrlə bağlı bir deməli məlumat yayılıb ki, yəni onlarla belə deyim də nümunə götürüblər, təcrübə götürüblər. Həmin gənclər deyiblər ki, biz bəyənmə, yəni paylaşdığımız bir şeyi bəyənmədiklərinə görə və şərh yazmadıqlarına görə biz depressiyaya düşürük və stres altına düşürük. Mən burada dövlətlər arası müqayisə etmirəm. Sadəcə olaraq Azərbaycanda emosional zəkanın nə qədər zəif olduğunu demək istəyirəm, xüsusilə də gənclər arasında. Və bu da təbii olaraq emosional zəkanın əsas komponentləri olan
üç komponent var ki, onlardan biri də kommunikasiya bacarıqlarıdır. Onların inkişaf etməsinə zidd olur. Yəni yavaş-yavaş onlar aşağı düşməyə başlayır. Və mən digər bir məsələ ilə danışmaq istəyirəm, elə manipulyasiyadan. Burada görürsünüz ki, şəkildə bu oyuncaqları məncə hər kəs tanıyır. Bu deməli taxta, yəni iplə tutulan ipli taxta oyuncaqlarıdır. Mən burada yazmışam ki, əslində manipulyasiya daha çox uyğundur. Çünki bəzi insanlar bizi elə bu oyuncaqlar kimi istifadə edirlər. İpləri kim tutur? Manipulyasiya nədir? Necə edə bilərik ki, manipulyasiya yolu ilə biz təsir altına düşməyək? Gəlin belə danışaq. Manipulyasiyanı çox qısa bir şəkildə izah edeyim. Manipulyasiya nədir? Qarşımda bir insan var. Qarşımdakı insana iki yanlış cavab verirəm və o mənə bir düzgün cavab verir. Mən o bir düzgün cavabı ona təsdiq vasitəsilə ötürürəm. Artıq manipulyasiyadır bu. Necədir? Məsələn, mən bunu çox sadə bir nümunə ilə izah edim sizə. Məsələn, mən qarşımdakı insana deyirəm ki, siz qız bürcüsüz, yoxsa buğa bürcüsüz? O mənə cavabında deyir ki, xeyr, mən heç birisindən deyiləm, mən oğlaq bürcüyəm. Mən iki yanlış cavab ötürdüm və bir doğru cavabı ondan aldım. Artıq mən onun şübhələnməməsi üçün mən ona yenidən öz cavabını təsdiqləməliyəm. Mən ondan söz almışam axı, mən onun şübhələnməməsi üçün cavabını təsdiqləməliyəm. Mən ona deyirəm ki, siz oğlaq bürcüsüz. Hə, oğlaq bürcündə belə bir xüsusiyyət də var ki, onlar insanlara daha tez analiz edirlər və analiz edəndən sonra o təhlillərə əsasən insanlarla münasibət qururlar. Qarşımdakı insan isə şoka düşür. Hələ xəbəri yoxdur, manipulyasiya artıq təsir altına düşüb. O isə deyir ki, hə, necə bildiniz siz bunu? Çox yaxşı bildiniz. Siz hardan bilirsiniz bunu? Amma onun heç xəbəri yoxdur ki, mən onu manipulyasiyanın təsir altına salmışam. Bu kiçik nümunələr böyüyür və böyük bir təsir altına düşür. Eynən dövlətlərarası münaqişələrdə biz Napoleonla Fransanla Rusiya arasında olan döyüşdən də söhbət elədik ki, görün necə də böyük bir bəladır bu emosional zəkanı idarə edə bilməmək və manipulyasiya taktikaları. Və biz bəs necə ondan azad olaq? Manipulyasiyadan azad olmaq üçün, Leyla xanım, zəhmət olmasa çevirərsiniz. Bir neçə deməli yollar var. Bunlardan biri sərhədlərimizi müəyyən etməyimizdir. Yox deməyi öyrənməyimizdir. Bizim ən böyük problemlərimizdən biri yox deməyi bilməməkdir. Və düşünürük ki, bir ingilis, belə deyim də, bir metod var ümumiyyətlə, insanları məmnun etmək, people pleasing adlanır. Bu, insanları məmnun etmək metodudur. İnsanları məmnun etmək metodu o deməkdir ki, biz öz sərhədlərimizdən artıq kənara çıxırıq. İnsanları məmnun etmək olar, amma onları hər dəfə məmnun etmək artıq bizim manipulyasiya təsiratına düşmək deməkdir. Məsələn, mənə bu gün deyirlər ki, sən filan yerdə məsələn bir əyləncə var və yaxud da bir ad günü var. Sən bura gələ bilərsən? Mən görürəm ki, həmin vaxtda mənim vaxtım yoxdur və yaxud da həmin vaxtda mənim çox vacib bir işim var və yaxud da mən yorğunam. Mən həmin vaxtda həmin insana əgər yox deməyi bacarmıramsa, deməli mən nələrdən belə deyim, vaz keçirəm, nələrdən imtina edirəm? İstirahətimdən, psixoloji vəziyyətimdən, mənəvi sağlamlığımdan və yaxud da ən önəmlisi isə heç vaxt geri qaytara bilməyəcəyim vaxtımdan. Bunlardan mən çox qısa, yəni kiçik nümunələr deyirəm. Bunlar həyatda onsuz da praktikada tətbiq olunan nümunələrdir. Və digər biri isə bir səhifə əvvələ qaydın zəhmət olmasa. Digər biri isə deməli nədir? Manipulyasiya siqnallarını tanıyır. Mən az öncə dedim, iki yanlış cavab, bir doğru cavab. Baxın, bu elə odur. Yanlış cavabı verirlər sizə və doğru cavabı alır, daha sonra doğru cavabı sizə geri qaytarır. Bu artıq sizdən söz almaqdır. Belə bizim, yəni loru dildə desək söz almaqdır, amma elmi dildə desək manipulyasiyadır, yəni onun təsir altına düşməkdir. Və onun siqnallarını tanımaq çox önəmlidir. Eyni zamanda bədən dili ilə də bunu tanımaq olar. Xüsusilə də psixoloqlar bunu daha yaxşı bilir. Digər bir metod, daha doğrusu əməl edəcəyimiz isə müstəqil düşüncəmizi qorumaq və aydın ünsiyyət qurmaqdır. Aydın ünsiyyət o demək deyil ki, biz kimlənsə kəkələyərək ünsiyyət qururuq və yaxud da sözləri qırıq-qırıq danışırıq. Bu aydın ünsiyyət, mən onu nəzərdə tutmuram. Aydın ünsiyyət odur ki, bizə sual verəndə, bizdən nəsə bir məlumat alanda biz onu tamamilə ötürmürük. Yerindəcə ötürürük. Məsələn, məndən soruşurlar ki, adın nədir? Mən deyirəm Fatimə.
Amma məndən soruşsalar adın nədir? Mən arxasınca deyirəm, mən Həsənova Fatimə, filan yerdə oxuyuram, filan yerdə təhsil alıram, mən bu işdən məşğulam. Artıq mən onlara məlumat ötürmüş kimi oluram və o məlumatlardan daha sonra mənə qarşı istifadə edirlər. Bu artıq sərhədlərimizi tanımaq və eyni zamanda aydın ünsiyyət qurmaq deməkdir. Bir də daxili səsinizə güvənin. Daxili səsinizə güvənin nədir? Biz bilirik ki, 5 əsas hiss orqanımız var və onlardan 6-cısı isə 6-cı hissimizdir. 6-cı hiss psixologiyada və elmi araşdırmalar nəticəsində sübuta yetirilmişdir. Bu nə deməkdir? Hisslərimizin hissini tanımaqdır. Bəzən bir hadisə olur, deyirik ki, mən bunu bilirdim, mən bunu 6-cı hissim bunu mənə demişdi. Bu hisslərimizin hissini tanımaqdır və əgər siz onu güvənirsinizsə və tanıyırsınızsa, deməli elə emosional zəkanızı da yavaş-yavaş inkişaf etdirmiş olursunuz və yaxud da sizin emosional zəkanız digərlərinə nisbətən daha yüksəkdir. Bir də mən onu deyim ki, hər demək ümumiyyətlə belə deyək də, təsəvvür edin ki, biz özümüz bir stəkan sudan ibarətik və bu bir stəkan suyu biz hə deyə-deyə, paylaya-paylaya gedirik. Nəticədə nə baş verir? Stəkan boş qalır. Stəkan boş qalan zamanda heç bir boş bir şey də heç kimə lazım deyil. Boş bir stəkan heç kimə lazım deyil. Ona görə biz öz birinci stəkanımızı doldurmalıyıq. Daha sonra ətrafdakılara, başqalarına belə deyək, yardım etməliyik və yaxud da onlarla həmin o suyu yavaş-yavaş bölüşməliyik. Yəni hə demək budur. Daha sonra mən sizlə deməli danışacağam bir də emosional zəkanın əsas üsulu. Əslində Daniel Goleman onu 5 əsas hissəyə bölür. Emosional intellekt nəzəriyyəsinin 5 əsas hissəyə bölür və bunlardan ən başlıcası özünü dərk etmədir. Özünü dərk etmə nədir? Özünü dərk etmə özünə inamdır, özünə güvəndir. Özünü nə edirsənsə onu dərk edərək etməkdir, başa düşərək etməkdir. Ümumiyyətlə bir şey edən zaman niyə sualını vermək lazımdır. Mən bu gün bunu edirəm, niyə edirəm? Bu mənə gələcəkdə lazımdırmı? Bu mənə 5 dəqiqə sonra lazımdırmı? Yoxsa lazım deyilsə mən buna vaxtımı niyə xərcləməliyəm? Özünü dərk etmə budur, niyə sualına cavab verməkdir. Və eyni zamanda empatiya bacarığını inkişaf etdirməkdir. Bugün müasir dünyada biz danışırıq. Hamı danışır. Amma təəssüflər olsun ki, dinləmə bacarığımız yoxdur. Dinləmə qabiliyyətimiz yoxdur. Və dinləmə, məsələn, bir deməli anlayış da var ki, deyir, qulaq asmaq üçünmü deyirsiniz, yoxsa cavab verirsiniz, yoxsa elə cavab vermək üçünmü? Yəni, həqiqətənmi qulaq asırıq? Və bu artıq empatiyadır. Mən onu deyim ki, empatiya nədir? Empatiya, bizdə bir deyim var, deyir, kiminsə ayaqqabısını geyinə bilərsən, amma onunla yeriyə bilmərsən. Yəni, onun atdığı addımları ata bilmərsən. Bu simpatiyadır. Amma empatiya bir növ ona oxşar bir şeydir. Məsələn, kiminsə ayaqqabısını geyinə bilərik, amma onun atdığı addımlara uyğun yönləndirə bilərik onu. Nə deməkdir bu? Yəni, mən qarşımdakı insanı həqiqətən də, yəni daxilən onu başa düşməkdir. Bir hadisə baş verir, məsələn, bir müdürdür, müdürü işçi danlayır, nə baş verir? İşçi artıq halsız, yəni belə deyim də, əsəbidir, gərgindir, müdürə qarşı qəzəblidir. Gəlir iş yoldaşının yanına, bu zaman iş yoldaşı nə etməlidir? İki yoldan birini seçir. Belə deyək, ya emosional zəkası zəifdirsə, ya da emosional zəkası güclüdürsə. Emosional zəkası zəif olan nə edə bilər? Həmin vaxtda müdürə qarşı onu daha da qışqırda bilər. Müdür düz dedi, sən səhv dedin, orada sənin günahın var. Amma həmin insana o an o lazım deyil. Həmin insana onu başa düşmək lazımdır. Sadəcə olaraq deyə bilərsən ki, bunu məndə yaşamışam. Amma ola bilər, hirslidir və yaxud da əsəbi vaxtına düşüb. Səni başa düşürəm. Bu ifadəni işlətmək, səni başa düşürəm, elə ona yetəri qədər bəs edir. Səni başa düşürəm ifadəsi. Və digəri isə emosional ümumiyyətlə tənzimlənmədir. Emosiyalarımızı konstruktiv şəkildə idarə etməkdir. Emosiyalarımızı idarə etmək də, mən onu az öncə qeyd etdim, hər bir şey beynimizdə olan düşüncələrə əsaslanır. Bugün bizim
həyatımızda baş verən 90% deməzdim mən, 95% deyərdim, hətta daha çox baş verən neqativ yönümlü hadisələr bizim neqativ düşüncəmizdən irəli gəlir. Biz pozitiv düşünməliyik. Bir şeyi ümumiyyətlə necə düşünürsənsə, gələcəkdə özünü necə görürsənsə, o da elə olur eyni zamanda. Məsələn, çox vaxt olur ki, qarşındakı insan da deyir ki, bunu mən necə edəcəm, bunu nə edəcəm, bunu çatdıra bilməyəcəm, bacara bilməyəcəm. Deyirəm, dayan, orada dayan. 5 dəqiqə sonra gəlib mənə deyərsən. 5 dəqiqə sonra onun artıq o da yadından çıxır. Çünki ona o dayanı mən dedim, o dayandı. Və neqativ artıq nə ətrafa yaydı, nə də özü onu içində yaydı. Ümumiyyətlə, Charles Darwin'in bir güzgü effekti var psixologiyada. Güzgü effekti nədir? Güzgü neyronları vasitəsilə insanlara həmin o əks təsiri ötürməkdir. Biz güzgüyə baxan zaman nə edirik? Güzgüyə baxan zaman özümüzün görürük də, əksini görürük. Bizim eyni zamanda düşüncələrimiz də qarşı tərəfə ötürülürsə, yəni pozitiv düşüncə təbii olaraq ötürülürsə və yaxud da neqativ düşüncə ötürülürsə, bu artıq güzgü neyronları vasitəsilə həyata keçirilir. Güzgü effekti ilə həyata keçirilir. Məsələn, mən 5 dəqiqə müddətində bir otağa daxil oluramsa, orada çox əsəbiyəm, gərginəm. Amma həmin otaqda gülən, xoşbəxtdirlər də, hamı gülür. Amma mən o otağa daxil oluram, 5 dəqiqə içində o, necə deyirlər, otağı viran qoyuram. Otaqda bir stres, bir gərginlik var. Mənim artıq həmin o stresim, gərginliyim, heç kimlə münasibətdə olmamağım, sosiallaşa bilməməyim ətrafa da yayılır. Bu eynən bu tiplidir. Yəni necə düşünürüksə, elə də oluruq. Elə ona görə də emosional tənzimləməmiz buna əsasən yönəlib. Bir də bizim motivasiya məsələmiz var. Motivasiya ruhlandırma və həvəsləndirmə deməkdir və motivasiya emosional zəkanın əsas mühərrikidir. Mühərrik bizi o idarə edir deyə bilərik. Yəni bizim məsələn bir gün yorğun ola bilərik, bir gün əhvalımız yaxşı ola bilər, bir gün əhvalımızı pozanlar ola bilər, bir gün məsələn aqressiv ola bilərik. Hər bir emosional reaksiyanı hər gün içində yaşayırıq biz. Amma onu idarə edə bilirikmi? Məsələ orasındadır. Onu idarə etməliyik. Və bu zaman bizdə ümumiyyətlə motivasiya psixologiyada iki hissəyə bölünür. Bir daxili motivasiya, bir də xarici motivasiya. Xarici motivasiyanı biz necə əldə edə bilərik? Xarici motivasiya gəldi və inkişafında artıq dayandı. Bir növ o dayanır. Bunu pulla da etmək olar, mükafatla da, təriflə də, tənqidlə də, hər bir şeylə xarici motivasiyanı edə bilərik. Amma daxili motivasiya isə keçici deyil. O artıq bizim içimizdə olan bir atəşdir və onu söndürmək lazım deyil heç vaxt. Yəni əgər o sizdə varsa, onu söndürə bilmərsiniz. Məsələn, bir nümunə deyim. Azərbaycan Səfəvilər Dövlətinin qurucusu İsmayıl 13-14 yaşında bir dövlət qurmaq üçün yola çıxır, məsələn, addım atır. Onun arxasınca gələnlər, silahsızlar da var idi hətta. Onlara nəsə bir şey mi təklif edilmişdi? Qızıl və o dövrün dili ilə desə bir qızıl mı, pul mu təklif edilmişdi, gümüş mü təklif edilmişdi? Xeyr. Onlar İsmayılın halbuki uşaq olmasına baxmayaraq 13-14 yaşlı həmin o İsmayılın vəziyyəti necə idarə etməsinə yönəlmişdilər. Yəni onların artıq daxili motivasiyasını o qədər yüksəltmişdi, o qədər ruhlandırmışdısa, artıq onların heç bir şeyə ehtiyacı yox idi. Eynən bu müəllimlik sahəsində də belədir. Məsələn, mən müəlliməm, bitirmişəm, müəllim işləyirəm. Mən gedirəm, uşağa deyirəm ki, şagirdə deyirəm ki, bu tarixi məlumatlardır, bunları oxuyarsan, sabah bu sənə summativdə və yaxud da imtahanda lazım olacaq. Mən artıq nə edirəm? Mən ona xarici motivasiya verirəm. Xarici motivasiya verən zaman nə baş verir? O uşaq bir müddətdən sonra o oxumanı da oxumayacaq. Deyəcək, bu qiymətə görədir də, mən bunu niyə oxuyum axı? Amma mən ona desəm ki, sən bu tarixi oxumasan, sənin gələcəyin olmaz. Keçmişini bilmirsənsə, gələcəyini qura bilmərsən. Sən tarixini oxumasan, səndə vətənpərvərlik hissi yarana bilməz, inkişaf edə bilməz. Sən tarixi oxumasan, sən gələcəyini, məsələn, öz taleyini özün əlində saxlaya bilərsən. Heç kim səni heç bir şeylə aldada bilməz ki, sənin tarixin bu idi. Məsələn, sənin tarixin ya hansısa bir tarixdən mi uğurlanıb və s. və s. Yəni belə bir fərziyyələrlə irəli gələ bilməz.
Və bu zaman artıq həmin şagirddə, həmin uşaqda daxili motivasiyanı oyatmış oluruq və yaratmış oluruq. Və biz bu motivasiyanın ən bariz nümunəsini elə 44 günlük Vətən müharibəsində gördük eyni zamanda. Onların həmin o vətənpərvərlərin belə deyim, daxilində vətənə qarşı olan sevgi o qədər daxili motivasiyası güclənmiş və alovlanmışdı ki, onlar həmin o 44 gün müddətində şəhid olanlar oldu, qazilərimiz oldu və onlar torpaqlarımızı geri almağı bacardılar. Buna çünki daxildən inanırdılar. Onlara heç bir şey təklif edilməmişdi. Eyni zamanda bunu biz müəllimlik sahəsində və yaxud da digər sahələrdə tətbiq etməliyik. Məsələn, mən motivasiya bir nümunədə deyim, özümün də daha çox istifadə etdiyim belə deyim, metodlardan biridir. Məsələn, bir gündə 2 işim olursa, 4 saatlıq iş var, məsələn, bir də 15 dəqiqəlik iş var. Düşünə bilərsiniz ki, mən birinci 15 dəqiqəlik işdən başlayacağam. Bitirim, sonra 4 saatlıq işə keçim. Xeyr, bəlkə də anormal kimi gələ bilərəm, amma mən 4 saatlıq birinci işdən başlayıram. Niyə görə? Mən 15 dəqiqəlik işdən başlasam, 15 dəqiqəlik işi bitirirəm və artıq mən rahatam. 4 saatlıq iş mənim gözümdə o qədər uzun oldusa, mən artıq heç ona giriş etmirəm. Amma mən çətin işdən başlayıram ki, çətin işi bitirim və məndə motivasiya olsun, ruhlanım. Və məndə motivasiya nə olacaq? O 15 dəqiqəlik işi bitirmiş olacam. Mən 4 saatlıq işi bitirəndə deyəcəm ki, Fatimə, sən bu 4 saatlıq işi bitirmisən, sən gör nə qədər böyük iş görmüsən. 15 dəqiqəlik iş sənin əlində nədir ki? Sən onu artıq bitirə bilərsən. Məsələ o deyil ki, məsələn, çətin və yaxud da asan işlər. Məsələ motivasiyanı özündə yaratmaqdır. Motivasiya adicə bir mükafatlandırmadan da ola bilər. Başqa bir, məsələn, xarici motivasiya təbii olaraq bu. Amma daxili motivasiyanı insan özündə yaratmalıdır. Bu da özünə inamda olmalıdır. Emosional zəkanın əsas təməl nöqtələrindən biri elə özünü dərk etmə və özünə inamdır. Daha sonra isə mən bir də motivasiya ilə bağlı tarixi bir nümunə də demək istəyirəm sizə eyni zamanda. Məsələn, Azərbaycan tarixinin şanlı səhifələrindən biri olan Azərbaycan Xalq Cümhuriyyətindən nümunə demək istəyirəm. Bilirik ki, Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ilin 28 mayında yarandı və 1920-ci ilin 28 aprel işğalında, aprel çevrilişindən sonra süqut etdi. Təəssüflər olsun ki, məcburiyyət qarşısında qalaraq və Azərbaycan Sovet hakimiyyəti altında idarə olunmağa başladı. İndi deyə bilərsiniz ki, bununla motivasiyaya nə əlaqə? Onun çox böyük əlaqəsi var. Çünki bizim əslində keçdiyimiz mövzular, bizim keçdiyimiz tarix bizə bir nümunə verir. Məsələn, Azərbaycan Xalq Cümhuriyyətini yaradanlar, Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və s. və digərlərinin adlarını çəkə bilərik. Onlar xalqda nəyi yaratdılar, nəyi oyatdılar? Milli azadlıq ruhunu və onlar xalqa daxili motivasiyasına, daxilinə belə deyək, artıq o qədər yeritmişdir, o qədər hopdurmuşdular ki, o 70 illik SSRİ-də, Sovet əsarətində biz qaldıq. Həmin o dözümlülük, həmin o xalqda həmin dövrdə yarandı. Artıq Məhəmməd Əmin Rəsulzadənin o bir ifadəsi var. Məncə hamı bilir bunu. Bir kərə yüksələn bayraq bir daha enməz. Bu xalqın beynində o qədər mükəmməl bir şəkildə yeridilmişdi ki, 70 il müddətində o əzaba, əziyyətə, əsarətə dözən xalq yenə də fikirləşdi ki, biz yenə də azad olacaq. Baxın, daxili motivasiya budur. Və inşallah ki, bütün hər kəsə bu AXC-nin belə deyim, süqutundan sonraki yaranan xalqımızda olan dözümlülük və daxili motivasiyanın ruhuna hopmasını arzulayıram və inşallah ki, hər kəsdə belə olar. Və daha sonra isə mən sizinlə eyni zamanda danışacağam. Bir də deməli motivasiyadan danışdıq, empatiyadan danışdıq və bir də mən sizinlə amigdaladan da danışmaq istəyirəm. Amigdalanın, yəni beynimizdəki oğrunun necə qorxunc bir xəstəlik yaratdığından danışmaq istəyirəm. Əslində biz öz psixologiyamızı idarə edə biliriksə, bədən dili vasitəsilə idarə edə biliriksə və yaxud da öz düşüncələrimizi idarə edə biliriksə, bizdə psixoloji depressiyalar yaranmaz, anksiyete pozulması yaranmaz və yaxud da bizim bilirsiniz də xoşbəxtlik olan zaman və yaxud da bir nəyəsə bir şey sevinən zaman dopamin deməli
maddəsi ifraz edir beynimiz. Yəni onlar daha da çox artar. Amma elə ki, bizim neqativ düşüncəmiz yaranır, bizdə neqativ fikirlər yaranır. Bu zaman bizdə deməli bir maddə var ki, o kortizol maddəsi var. O artıq beynimizdə inkişaf edir və amigdala artıq bizim beynimizə təsir edir. Və bizim bir məsələmiz də var ki, biz ümumiyyətlə emosional zəkanı müəllimlikdə tətbiq etməkdən danışmalıyıq. Çünki çox önəmlidir və çox vacibdir. Müəllimlikdə emosional zəka niyə görə vacibdir deyə bilərik bunu. Düzdür, hər kəsdə lazımdır. Kommunikasiya bacarıqlarının inkişaf etməsi, təşkilatçılıq və yaxud da belə deyim də digər sahələrdə insanlarla əlaqə qurmaq üçün. Amma müəllimlikdə birinci növbədə şagirdin psixologiyasına önəm vermək lazımdır. Şagirdin psixologiyasına, məsələn, biz deyirik, dərsliklər necə yazılır? Psixologiyaya uyğun yazılır, yaş xüsusiyyətlərinə uyğun yazılır. O zaman biz də ona əməl etməliyik. Əgər bir müəllim şagirdin bədən dilindən, onun davranışından, ona dərsə qulaq asmasından, diqqətlə dinləyib və ya onu yayındıran əsas səbəbləri bilirsə və tapa bilirsə, görə bilirsə, o zaman həmin müəllimin emosional zəkası güclüdür deməkdir. Məsələn, X bir müəllim götürürük, prestijli bir universitetdə təhsil alıb bitirib. IQ-su çox yüksəkdir. Amma məsələ nədir? Müəllimlər, şagirdlər şikayət edir. Məsuliyyətsizdir, dərsə gecikir, uşaqlarla kommunikasiya bacarıqları inkişaf etdirə bilmir, qura bilmir. Bu nə deməkdir? Bu həmin müəllimdə IQ-nün mü azlığı deməkdir, yoxsa IQ-nün mü? Bu həmin müəllimdə emosional zəkanın inkişaf etməməsi deməkdir. Və əgər bu baş verərsə, eyni zamanda stresi idarə etmək məsələsi də var da sinifdə və yaxud da belə deyim, ümumi şagirdlər arasında. Məsələn, mən müəlliməm, uşaqlara dərs deyirəm. Dərs keçdiyim zaman bir uşaq qalxır yerindən deyir ki, sizin dərs keçməyiniz xoşuma gəlmir, siz düzgün izah etmirsiniz. Bu zaman mən nə edə bilərəm? İki yolum var. Bir döyüşməliyəm, ya da qaçmalıyam. Elə amigdalanın əsas reaksiyalarından biri budur. Mənim əgər emosional zəkam güclüdürsə və zəifdirsə nə edə bilərəm? Emosional zəkası zəif olan bir müəlliməmsə, mən nə edə bilərəm? Dur, çıx çölə. Sən mənim dərsimdə nə iş görürsən? Mən səni bir də dərsimə almayacam. Sənin fikirlərin mənim xoşuma gəlmir. Sən kimsən ki, mənə o sözü deyəsən? Mən sənin qarşısında bir peşəkaram. Amma emosional zəkası güclü olan müəllim nə edir? O isə bunu həyata keçirir ki, aha, artıq beynində düşünür. Mən peşəkar tərəfdən özümü alçaldılmış hiss edirəm. Bunu düşündükdən sonra hissinə ad qoydu. Və həmin şagirdə dedi ki, başa düşürəm, hər kəsin fikirləri fərqli ola bilər. Gəl bunu dərsdən sonra danışaq. Çox maraqlı fikirlərim var, dərsdən sonra danışaq. Siz deyə bilərsiniz ki, bu zaman nə baş verdi ki, biz amigdalamızı idarə etdik, beynimizdə olan prefrontal korteksə mi yəni yolunu açdıq məntiqi təfəkkürünə? Yoxsa həmin vəziyyətdə biz uduzduqmu? Xeyr, burada uduzmaqdan və ya da qazanmaqdan söhbət getmir. Burada vəziyyəti idarə etməkdən gedir, nəzarəti ələ almaqdan gedir. Həmin şagirdin beynində artıq fikirləşəcək ki, mən düz etmədim, mən ən azından hörmət əlaməti olaraq dərsin sonunda deməliydim və yaxud da öz fikrimi daha fərqli bir şəkildə ifadə etməliydim. Həm bunu fikirləşməlidir, həm də həmin sinifin o, yalnız bir nəfərin deyil, axı, sinifin psixoloji vəziyyətini nəzərə almaq lazımdır. Mən əgər emosional zəkam zəifdirsə, mən o sözü deyirəmsə, bir tərəfdən də sinifdə olan psixoloji vəziyyət aqressiv bir durum yaranacaq eyni zamanda. Amma ikinci tərəfdən yönələndə artıq vəziyyət tamamilə başqa cür olur. Vəziyyət başqa cür olduqda mən nə edirəm? Mən vəziyyəti idarə edirəm, nəzarəti ələ alıram. Həm öz beynimi idarə edirəm, həm də həmin vəziyyətdə olan prosesi ümumilikdə belə deyim, idarə etmiş oluram. Daha sonra ümumilikdə deməli empatiyadan da danışdıq, motivasiyadan da və mən son olaraq onu demək istəyirəm ki, İnsanın kainatda deməli bir əminliklə inkişaf etdirə biləcəyi bir güşəsi varsa, bu yalnız özüdür. Yalnız özünü
belə deyim, əminliklə inkişaf etdirə bilər. Niyə görə əminliklə deyirik? Çünki insan özünü tanıdıqca inkişaf edir. Biz öz düşüncəmizi idarə etdikcə inkişaf edirik. Bir deməli tədqiqatçı var, Alfred Korzybski. 1933-cü ildə bir jurnalda 3 sözdən ibarət cümlə qeyd etmişdi və bu cümlə əslində hər kəsə biraz absurd kimi də gəlmişdi, mənasız kimi də gəlmişdi. O mənə də biraz maraqsız gəldi, belə deyim, amma daha sonra araşdıran zaman gördüm ki, psixologiya ilə də önəmlidir həqiqətən də. Deməli cümlə belədir: xəritə ərazi deyil. Bu xəritə əslində coğrafi xəritələrdən getmir söhbət, psixoloji xəritələrdən gedir, beynimizdə olan xəritələrdən. Burada Alfred demək istəyib ki, bizim beynimizdə, bizim belə deyim, beynimizdə olan real təsəvvürlər əslində o inkişaf etdirilən təsəvvürlərin subyektiv bir formasıdır. Məsələn, bir xəritədir, fərqi yoxdur, bir dövlətin və yaxud da bir şəhərin xəritəsidir. Biz xəritədə nəyi görürük? Fərqi yoxdur, fiziki yoxdur və yaxud da digər xəritələr, coğrafi, yəni fiziki, siyasi xəritələr. Xəritədə görürük ki, dağlar, çaylar, şəhərlər, binalar bu xəritənin üz hissəsidir. Biz onun daxilinə keçib nəyi görə bilərik? Biz orada şəhərin, orada olan şəhərlərin ab-havasını hiss edə bilirikmi həmin xəritəyə baxanda? Biz həmin xəritədə olan, yaşayan belə deyək, insanların, yəni həmin xəritədəki olan şəhərlərdə yaşayan insanların hansı vəziyyətdə, durumunun hansı vəziyyətdə olduğunu görə bilirikmi? Və yaxud da psixoloji vəziyyətini, və yaxud da onlarla ünsiyyət qura bilirikmi? Və yaxud da həmin şəhərdə olan maddi, mədəni nümunələri gəzib görə bilirikmi? Onu hiss edə bilirikmi? Xeyr. Ona görə Albrecht deyib ki, xəritə ərazi deyil və bu xəritə də eynilə insanlığın reallığı da onun daxilinə əsasən hesablanır. Yəni biz kimisə xarici cəhətdən, məsələn, bədən dilindən və yaxud da nəsə hansısa bir davranışından onu belə deyim də, yargılamaq deyirik də, yargılaya bilmərik. Onu sadəcə olaraq xəritəsini, daxilindəki xəritəsini biz orada göstərərək onu, yəni belə deyim də, bir növ insanın üzərində tədqiqat apara bilərik. Eyni zamanda həmin insanı əgər başa düşmək istəyiriksə. Elə empatiya da buradan irəli gəlir. Və onu da qeyd edim ki, bizim belə deyim də, həmin o psixoloji metodları bilməyimiz və yaxud da bunu bəzən bilirik, elmi cəhətdən adını da qoymuruq. Yəni, amma elmi cəhətdən bilmirik də, amma bunu təcrübə olaraq yaşayırıq, təcrübə olaraq bilirik. Amma biz bunları bilsək, əgər emosional zəkamız həqiqətən də inkişaf edir və həqiqətən də statistik göstəricilər bunu göstərir ki, bir insanın əgər emosional zəkası intellektual zəkadan 10% daha yüksəkdirsə, bu zaman onun belə deyək, iş həyatında, karyerasında, insanlarla münasibətdə olan tənzimləmək, o kommunikasiya bacarıqlarını inkişaf etdirmək digərlərinə nisbətən daha yüksəkdir. Və mən əvvəl də demişdim, həmin o beynimizdə olan 11 milyon qəbul edilən informasiyanın biz yalnız niyə görə 40-50-sindən istifadə edirik? Çünki qalanlarına hisslərimiz icazə vermir. Elə o Platonun dediyi ifadə var idi, cümlə var idi. Hər tip öyrənmənin bir emosional təməli var. Bu təmələ əsasən bir tədqiqat da keçirilir və müəllimlər arasında elə həmin vaxtdan bəri müəllimlər arasında belə bir təcrübə də keçirilir və müəllimlər deyir ki, bizi daxilimizdə, beynimizdə olan həmin o bəzi düşüncələr var ki, onlar bizi hisslərimizi idarə etməyə imkan vermir. Buna əsasən də deməli Britaniyada da eyni zamanda Britaniya Səhiyyə Təşkilatının da keçirdiyi bir təcrübə də var. Eynən Harvardda keçirilən, Harvard Dövlət Səhiyyə Məktəbində keçirilən tədqiqat kimidir. Orada da eyni ilə depressiyanın daha çox yayılması, işə davamiyyətsizlikdir və yaxud da kommunikasiya bacarıqlarının inkişaf etməməsidir. Hətta 1997-ci ildə Amerikada da bir tədqiqat keçirilir və bu tədqiqata görə də deməli, hakimlərin daha çox belə deyək də, məhkəmələrə müraciət edən zaman hakimlərin öz emosional bacarıqlarını idarə edə bilmədiklərinə görə yenidən onları məhkəməyə verirlər. Həmin hakimləri yenidən məhkəməyə verirlər. Yəni, emosional zəka
bu dərəcədə bizim üçün önəmlidir və idarə etmək önəmlidir. Bir də bizdə əsasən həyəcan məsələsi var. Daha çox bizdə yəni önəmlidir bu. Qarşımıza bir yüksək bir rütbəli şəxs olan zaman və yaxud da kimlənsə danışan zaman bu ondan asılı deyil ümumiyyətlə. Bu əsasən həyəcan bir tərəfdən də məsuliyyətdən də önəmli irəli gəlir. Məsələn, mən də hal-hazırda həyəcanlıyam. Bəlkə də bilmirəm, hiss etdirirəm ya yox, amma bastırmağa çalışıram və həyəcanı bastırmaq üçün də ondan əvvəl mən bir metod da öyrənmişdim. Deməli, bu metod nədir? Əlimizin, ovucumuzun içində burada xüsusi sinirlər var və bu sinirlərə biz əgər əlimizin, ovucumuzun bu hissəsində baş barmağımızla bu barmağımız, birinci barmağımız arasında əgər əlaqə yarada biliriksə, yəni bu barmağımızı 2-3 dəfə bastıra biliriksə, bu zaman bizim bu sinir neyronlarımızda hərəkət yaranacaq, prefrontal korteksə artıq məlumat ötürüləcək ki, sakit dur, heç bir şey baş verməyib, hər şey qaydasındadır. Psixoloji vəziyyət özünü idarə edəcək, özünü nəzarət altına alacaq və mənim də daha çox istifadə etdiyim metodlardan biridir. Daha çox məsələn belə də istifadə edə bilərsiniz. Yəni dedim, indi inşallah ki, həyəcanlı olmarıq, amma təbii ki, yəni həyəcan hər yerdə var, hər halda yəni baş verir bizdə. Mən son olaraq onu qeyd etmək istəyirəm ki, həyatımızda hər günümüz uğurlu keçmir, hər günümüz müvəffəqiyyətli keçmir. Hər günümüz belə deyim, çox xoşbəxt, çox sevincli keçmir. Bizim enişli çıxışlı yollarımız da ola bilir və bu enişli çıxışlı yollarımız bizim inkişaf etməyimiz üçün çox önəmlidir. Özümüzü dərk etməyimiz, həmin o vəziyyətdən çıxmağımız və idarə edə bilməyimiz çox önəmlidir. Və əgər dünyanı bu dəqiqə xilas etməyə çalışırıqsa, məsələn, beynimizə bir ideya qoymuşuq ki, mən dünyamızı xilas edəcəyik. Dünyamızı xilas etmək o demək deyil, hansısa bir inqilablar baş versin, hansısa bir çevrilişlər, sivilizasiya olsun, bu o demək deyil. Dünyamızı xilas etmək bizim öz beynimizdən başlayır. Əgər biz öz düşüncəmizi pozitiv və müsbətə doğru yönəldiriksə, elə demək olar ki, elə öz dünyamızı xilas edirik və bununla yanaşı ətraf ailəmə də yayırıq. Və ətrafa da yayan zaman təbii olaraq elə yetərli olaraq öz yaşadığımız dünyada yaşadığımız dünyanı xilas etmiş oluruq. Son olaraq onu demək istəyirəm ki, deməli, bugün vaxt ayırdığınıza görə belə düşünürəm ki, maraqlı mövzulardan biri oldu. Çünki səssiz liderdir. Bizim səsli liderimiz intellektual zəkamızdır, bizim biliyimiz, elmimizdir, təhsilimizdir. O hansı ki, onsuz da vərəqlərdə rəqəmsallaşdırılır da, yəni onsuz da göstərilir onlar. Amma bizə heç vaxt deyə bilməyəcəyimiz, yəni heç vaxt hansısa bir dərslərdə öyrənilə bilməyəcəyimiz, amma həyati təcrübələr əsasına öyrənə biləcəyimiz əsaslar var ki, onlar emosional zəkadır və onu biz yavaş-yavaş öyrənirik. Düzdür, mənim də elə də emosional zəka ilə bağlı elə də böyük bir təcrübəm yoxdur. Sadəcə olaraq mən sizinlə bu barədə danışmaq istədim, bölüşmək istədim. Bu qədər. Təşəkkür edirəm dinlədiyinizə görə. İnşallah ki, faydalı olmuşdur. İnşallah ki, nəsə bir şey ötürə bilmişəm. Fidan xanım, çox sağ olun. Dəyərli bilik və təcrübələrinizi bizlərlə bölüşdünüz. Eyni zamanda təlimdə iştirak edən, maraq göstərdiyiniz üçün hər birinizə öz təşəkkürümü bildirirəm. Ümid edirəm ki, bu təlim sizin üçün faydalı və yadda qalan olacaq. Cəmaləddin hocam, buyurun. Hayırlı akşamlar. Yani çok tebrik ederim. Bir yandan kulağım sizlerleydi, bir yandan da burada işlerimi görüyorum. Yani konuya hakimlik, akıcı konuşmak, bunlar çok çok karşıya tesir eden şeyler. Ben vücut diline bakıyordum konuştuğu zaman. Kendisi de o konuya değindi. Fatma Hanım, vücut diliniz çok güzel. Onun için konuya hakimsiniz. Bayağı bir akıcıydı. Yani hiç yorulmadan zevkle dinledim ve çok da yararlandım. Çok teşekkür ederim. Çox sağ olun. Təşəkkür edirəm dinlədiyinizə görə. Biz də sizə təşəkkür edirik qatıldığınız üçün. Ben teşekkür ederim. Seve seve. Şad olduq. Pənah müəllim, xoş gəlmisiniz. Buyurun. Sizin də fikirləriniz önəmlidir bizim üçün. Axşamınız xeyir, hamını salamlayıram. Cəmaləddin Rza, axşamınız Hayırlı xeyir. akşamlar. Fərid müəllim, xoş gördük. Rəhim müəllim, xoş gördük. Yanur müəllim, siz də xoş gördük. Fatimə, Hoş gördük gözəl müəllim. olar. Mən üzrlü sahib biraz gezi qoşuldum. Mən sözün asıl çöldəydim. Ona görə o dərəcədə də bilmədim söhbətlərə görə, amma tutdum söhbətin nədən getməsini.
Sadəcə bir iki kəlmə onu deyim ki, çox gözəl çıxış elədin. Emosiyalar yox idi. Dedin gildəlirəm, amma maşallah qəşəng danışırdın, çox yaxşı danışdın. Və məni hiss edirəm ki, tarix fakültəsində xeyli irəliləyiş var. Çünki orada Fəruz müəllim kimi, Ceyhun müəllim kimi müəllimlər var. Müəllimlərimiz sayəsində. Bəli, sizin kimi də tamamilə doğrudur. Müəllimlərin sayəsində. Çünki Fəruz müəllim danışanda biz ona valeh oluruq, qulaq asırıq. Ceyhun müəllimin elə insanlıq sifətindən nur tökülür, maşallah olsun. Sağın oğlan olsa da təcrübəsi var, dərsləmə qabiliyyəti var, ünsiyyət qabiliyyəti var. Fəruz müəllim bilir də, o fakültədə bəzi müəllimlər var ki, onların üzərini görmək istəmir, amma şükür ki, yaxşı insanlarımız da var. Çox sağ ol qızım. Yəni gənclərin belə mövzularda, belə alanlarda olması məni sevindirir. Çox sağ olun, güzel bala. Sağ olun, teşekkür ederim. Pənah müəllim, çox sağ olun katıldığınız için. Ama ben şimdi bizim ekibi yeni görüyorum. Onun için selamlamayı unuttum. Hem Pena hocamı hem Feris hocamı burada bizim ekibi gördüm. Burada ona da selam olsun. Selamlamayı unuttum. Hayırlı akşamlar. Teşekkür ederim. Biz müəllim, hoş geldiniz. Axşamınız xeyir olsun. Hayırlı akşamlar. Axşamınız xeyir olsun Cəmaləddin Hoca, Pənah müəllim, Ceyhun Elnur müəllim. Dəyərli qızımız Fatiməni təlim münasibətilə təbrik edirəm. Çox gözəl təlim idi. Mən demək istəyirəm ki, Fatimə bizim çox dəyərli tələbələrimizdən biridir. Sözün həqqi mənasında belədir. Və mən ümumiyyətlə təhsildə son zamanlar önəm verdiyim ən əsas xüsusiyyət tələbələrin insani xüsusiyyətləridir. Məsəl üçün, mənim üçün onların gözəl mütəxəssis olmasından daha önəmli olan onların gözəl insan olmasıdır. Bu yaxında mən çox hörmət etdiyim bir ziyalının müsahibəsinə qulaq asdım. Orada o çox gözəl bir fikir söylədi. Dedi ki, ağlın 80%-i ədəbdən ibarətdir. Ədəbli insanlar biraz utancaq olur, biraz çəkincən olur, biraz abırlı olur, həyalı olur. Yəni həqiqətən də, yəni biz bəzən bu gün cəmiyyətimizdə çox belə deyək, pul qazanan, müxtəlif yollarla müxtəlif mənsəblərə çatan insanları ağıllı kimi qəbul edirik. Bu düzgün deyil. Əslində biz ədəbli insanları ağıllı insanlar kimi qəbul etməliyik. Fatimə öz üzərində çox işləyir. Yəni dərslərdə çox fəaldır, amma həm də çox fədakar tələbədir. Məsələn, mən ona dərs dediyim müddətdə bütün dərslərimizin slaydlarını Fatimə hazırlayardı. Mən o slaydlardan bugün də istifadə edirəm. Fatimə o tələbələrimizdəndir ki, məsələn, Pənah müəllimlə biz bəlkə də minlərlə tələbələrə dərs demişik, amma onların çoxuna biz dərs demişik. Sadəcə vəzifəmiz budur, girmişik ATÖ-də dərs demişik. Amma bir də var ki, biz deyirik ki, bizim tələbəmizdir. Yəni bizim ideya daşıyıcılarımızdır. Necə ki biz müəllimlərimizin ideyalarını daşıyırıq, ötürürük. Onlar da bizim müəllimlərimizin, bizlərin ideyalarını daşıyır və ötürür. Mən inanıram ki, Fatimə gələcəkdə çox gözəl müəllim olacaq. Çünki o həm də çox gözəl psixoloqdur, çox gözəl sahəyə yönəlib. Onun həm emosional zəkası yüksəkdir, həm intellektual zəkası yüksəkdir. Və mən buradan Elnur müəllim Fatimənin valideyninə təbrik edirəm ki, belə gözəl övlad böyüdüb. Azərbaycan cəmiyyəti üçün belə gözəl övladlar yetişdirmək lazımdır. Allah Taala hər bir valideynə belə gözəl övladlar bəxş eləsin. Fatimə qızım, səni bir daha təbrik edirəm. Uğurlar arzulayıram. İnşallah növbəti uğurlarını görmək diləyi ilə. Çox sağ ol, təşəkkür edirəm. Çox sağ olun. Mən üzr istəyirəm Leyla xanım. Mən indi bildim. Təxmin eləmişdim Elnur müəllim Fatimənin qohumudur, atasıdır. Amma dəqiq bilmirdim. Amma indi bildim. Allah xoşbəxt eləsin Elnur müəllim. Sağ olun, elə belə övladsın. Fəriz müəllim sözünə qüvvət verirəm. İstərsə Elnur müəllim, buyurun fikrinizi bildirin. Axşamınız xeyir olsun, dəyərli müəllimlər. Həqiqətən də bu günlər qürur vericidir mənim üçün də. Hər birinizə təşəkkürümü bildirirəm ki, sizin sayənizdə mənim evladım da daha da yetişkənləşib, daha da əsl pedaqoq kimi yetişməyində sizin hər birinizin əməyi var. Mənim üçün həqiqətən də qürur vericidir ki, bir valideyn kimi sizin xoş sözlərinizi evladım haqqında eşitmək. Hər birinizə də sonsuz təşəkkürümü bildirirəm. Çox zəhmətiniz, çox yəni ki, fədakarlığınız olub.
Fatimənin üzərində. Hər birinizə minnətdarlıq bildirirəm. Minnətdaram hamınıza. Təşəkkür edirəm sizə. Çox sağ olun Emil müəllim. Ben Şimdi doğru mu Hamza anladım? Atemkan'ın da Atası değil mi? Atası, bəli, atasıdır. Evet, okey. Çok sevindim çünkü benim de 3 kızım var. 3 de oğlan var. Bir ata Allah olarak o zaman ataya özel diyeyim. Az önce dedim ki Fatime hakkında duruşu. Yani onun vücut dili. Onun için bunun içinde bak Perviz Hocam dedi ki edep, ahlak. İşte duruş odur zaten. Onun için ne mutlu bir babaya ki kızını dinlerken ne kadar duygulandığını ben tahmin ediyorum. Üç kız babası olarak sizi tebrik ederim ki böyle bir kız yetiştiriyorsunuz. Peygamber Efendimizin hadisini tekrar edeyim. Bir sahabe diyor ki üç kızı olup da onları yetiştirip güzel bir hayat sunan babalara da annelere de müjdeler olsun. İnşallah cenneti görürler. Bir sahabe üzülüyor. Diyor ki ya iki olursa diyor iki de olar. Diyor peki bir tane olsa diyor bir tane de olsa. İşte ne mutlu o babalara ki böyle kızlar yetiştiriyor. Bu ara hocalar da tebrik ederim. Feriz Hocam ne kadar gurur duyduğunuzu buradan hissediyorum. Fatime Teşekkür kızım ederim. yolun açık olsun. Teşekkür ederim. Çox Çox sağ sağ olun, olun. təşəkkür edirəm. Ceyhun müəllim buyurun. Mən Fatiməni artıq 4 semestrdir, yəni 2 ilə yaxındır ki, artıq tanıyıram. Mən deyərdim ki, Pəriz mənlə birlikdə biz neçə il müddətdir ki, tanıyıram. İlk öncə mən salamlamağı unutdum. Pənah müəllimi, dəyərli Pənah müəllimi Leyla xanımı, Tamam, xeyr. Pəriz müəllimi Cəmaləddin hocanı və valideyni Elnur müəllimi də salamlayıram. Həqiqətən Fatimə çox dəyərli tələbədir. Yəni bir tələbədə lazım olan nə bütün özəlliklər varsa, hamısı Fatimədə cəmləşib. Yəni baxırsan ki, tələbə birdən yaxşı dərs oxuyur, amma ədəb problemi var. Baxırsan ki, böyük kiçik hər bir şeydə Fatimə o balansı qoruyan və öz üzərində çox işləyən tələbədir. Yəni mən onun tarixi yaxşı bildiyini, məqalələr, tezislər bu işlərdə aktivlik bildim. Psixoloji tərəfdən, psixologiyanı da belə biləcəyini heç təsəvvür eləmirdim. Yəni halal olsun həqiqətən. Sayəsində də bəzi şeylər öyrəndik. Məsələn, o həyəcanlanan vaxtda hansı addım atmaqdır, bu 6 saniyə qanunudur. Yəni mən inanıram ki, Fatimə indi inşallah gələn ildə praktikasıdır. Artıq 4-cü kurs olur, bitirir və inanıram ki, həmin vaxtda o tək bizim yox, elə orada o dəstəkləyəcəyi uşaqların da sevimlisi olacaq inşallah. Çox sağ olun mənim. Dəyərli fikirlərinizə görə hər birinizə təşəkkür edirəm. Başlayalım. Başqa söz istəyən varsa buyursun. Açıqdır yəni səslər. Yoxsa yekunlaşdıraq. Fatimə xanım, sizin gələcək fəaliyyətlərinizdə, təhsilinizdə uğurlar arzulayıram. Həqiqətən xoş oldu sizinlə birlikdə təlim keçirtmək. Diqqətiniz və iştirakınız üçün hər birinizə, bütün qatılımcılara təşəkkür edirəm. Ümid edirəm ki, təlim siz üçün həqiqətən faydalı oldu. Bu vaxt ayırdınız, dəyərləndirdiniz. Allah razı olsun. İnşallah növbəti görüşlərdə təkrar birlikdə, ümid edirəm yeni görüşərik, burada olarsınız. Müəllimlərə ayrıca təşəkkür edirəm. Var olasınız. Bundan sonra İnşallah, sağ olun. növbəti təlimimiz var. Yəqin orada görüşəcəyik inşallah. İnşallah Pərviz müəllim sizi də görmək istəyərəm. Leyla İnşallah. Hanım kızım burada ben de bir şey daha diyeceğim. Buyurun. Günel'le ikinize çok teşekkürler ki böyle gençlere platformlar hazırlıyorsunuz. Fatime Hanım'ı bizim programda da inşallah görmek isterim. Günel'le İnşallah. birlikte bir konu hazırlandığı zaman gençlerimiz bölümünde inşallah bizim platforma da ben davet ediyorum. Çok Əslində memnun keçən oldum. il İsmi kadar güzel. üzr istəyirəm sözünüzü böldüm. Keçən il əslində sizin platformanızda da Anar bəy dəvət etmişdi, orada da çıxış etmişdim. Bir Bir dəfə də dəqiqə. tələbələrin tərəqqi platformasında, yəni bunun əvvəlki adında belə deyim, orada da təlim keçirmişdim. Ama 5'er dakikalık bölümler değil mi? Bəli, çox az idi amma. Onun için diyorum bir dahakini hazırlayın ki biraz geniş İnşallah. çaplı. Ben bugün bilmedim bir talebeyi mi dinliyorum, bir hocayı mı dinliyorum. Hakikaten onun için zaten diyorum mutlaka o geniş çaplı olan bölümde mutlaka yine konuk etmek isterim. İnşallah. Təşəkkür edirəm. Çox sağ olun. Teşekkür ederim. Sağ olun, var olun. Allah hər birinizdən razı olsun. Cəmaləddin hocam, çox sağ olun. Təşəkkür edirəm bir daha sizə Seve seve. qatılımınız üçün. Hayırlı akşamlar. Xeyirli axşamlar sizə də. Gecəniz xeyrə qalsın. Hayırlı akşamlar. Sağ olun, Görüşmek sağ üzere olun. inşallah. Pəriz müəllim, yenə nəsə var bugün?